Qələbə bizimlədir, İlhamımla bir əl-ələ hür yaşa, rahat yatsın məzarlarda soyumuz. Qoşalaşan ay hilallı ordumuz, yaşa xalqım, yaşa milli ordumuz. İlhamımla bir əl-ələ min yaşa, rahat yatsın məzarlarda soyumuz. Qoşalaşan ay hilallı ordumuz, yaşa xalqım, yaşa milli ordumuz. Yaşa xalqım, yaşa milli ordumuz. Hainlərin yuvası yox, yurdu yox, fitnesi çox, hilesi çox, mərdi yox. Düşmənlərin gözlərinə batır ox, İlhamımla bir əl-ələ min yaşa. Torpaqları qanımızla sulardıq, şəhidlərin düşmənlərdən bac aldı. Bu sözlərim əbədi bir şüarıdır, Turan adlı məmləkətə yolumuz. Qələbə bizimlədir, qələbə bizimlədir. İlhamımla bir əl-ələ hür yaşa, rahat yatsın məzarlarda soyumuz. Qoşalaşan ay hilallı ordumuz, yaşa xalqım, yaşa milli ordumuz. İlhamımla bir əl-ələ min yaşa, rahat yatsın məzarlarda soyumuz. Qoşalaşan ay hilallı ordumuz, yaşa xalqım, yaşa milli ordumuz. Yaşa xalqım, yaşa milli ordumuz. Ölməzdir axı, ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına, torpağına qarışmışam. Sarılaraq bayrağına, bayrağına qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına. Ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim ki məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Heç zaman ududulmaram, könüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm. Qarabağın dağlarında çiçək olub açıram mən. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm. Nə olsun ki cismim köçüb bu həyatdan, nə qədər ki var bu dövlət, nə qədər ki var bu millət, necə ki xalq şəhidinə, qazisinə qoyur hörmət. Demək unudulmamışam, demək hələ yaşayıram. Demək unudulmamışam, demək hələ yaşayıram. Zaman səni atıp getdi uşaqlığın ortasına. Sən gözlədin, o gəlmədi, nə toyuna, nə yasına. Buna gəlmək demək olmaz. Hamı gəldi, hamı getdi. Bircə anan sənin üçün ömrünün hər anı getdi. Bircə anan səni hey axtarıb arayırdı. Əllərinin qabarıyla saçlarını darayırdı. Və beləcə illər ötdü, sənin tək igid böyüdü. Nə biləydi anan sənin evində şəhid böyüdür. Nə biləydi sinəsində bala boyda dərd olacaq. Nə biləydi təsəllisi uğur ilə mərd olacaq. Bilirik ki şəhid ölmür, ölməmsən, yaşayırsan. Sən əbədi ata, yoldaş, baladı daşıyırsan. Daşıyırsan bu vətənin hər daşını, torpağını. Daşıyırsan qələbənin Şuşa adlı bayrağını. Sən vətənə, bu torpağa can deyərək verimsən can. Sənin ilə fəxr eləyir Çaylı, Qazaq, Azərbaycan.
şəhid anası, mən də sənin bir balan, olmasan da qəhrəman, Şuşa, Kəlbəcər alan. Salam şəhid atası, necə də qürurlusan, dağ boyda oğlun gedib, hələ də dik durmusan. Hüseyin tek yaralıydı başından, qan sürdü canavar baxışından, yaş axırdı torpağından daşından, Osman üçün dağlar belə ağladı. Vətən üçün keçdi cavan yaşından, keçdi canından, keçdi başından, silinmədi canavar baxışından, Osman üçün vətən belə ağladı. Sən uca zirvənin elə özüsən, sən Fərdə ananın görən gözüsən, sən Allah kəlamı, Quran sözüsən, Osman üçün dağlar belə ağladı. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Bəyninə qanından bir köynək geyib, düşmən yolunu kəsdi şəhidlər. Bugün bilirsiniz burada dövlət rəsmiləri, şəhid ailələri, eləcə də məktəblilər toplanır. Artıq sentyabrın 27-sindən bugünə qədər şəhidlərimizin anım tədbirini keçiririk. Şəhid Manafov Osman, onun eləcə də şəhid Ordu Səboyunun döyüş yoldaşlarının onlar haqqında söylədikləri, döyüşdə qəhrəmancasına bir Azərbaycan əskərinin, Azərbaycan oğlunun göstərdiyi fədakarlıqların göstərməsini xatırladırlar. Osmanla bağlı Suraxanı İcra Hakimiyyətindən dəfələrlə müraciət olunub. Düşünürəm ki, bu zəfər günündə və Osmanlı xidmətləri qiymətləndiriləcək. Ordu Səbuhi də eyni qaydada Cənab Prezident tərəfindən orden və medallarla təltif olunub, onun adına küç alır. Bu təltiflər davam edəcək. Dövlətimiz hər il bütün şəhid ailənin adını əvəzləşdirmək üçün bu prosesləri davam etdirəcəkdir. Allah şəhidlərimizin ruhunu yad etsin. Mən düşünürəm ki, bir dua verək, sonra səfərimizi davam etdirək. Təbriz davam etdirək. Cəm Azərbaycan şəhidlərini, eləcə də bugünkü gün şəhid olan şəhidlərimizin Osman və Ordu Səbuhinin ruhuna Əl-Fatihə. Bir daha şəhidlərimizin ailə üzvlərinə Suraxanı rayon icra başçısı Cənab Adiliyevin adından dəyərli üzümlə başsağlığı deyirik. Eləcə də burada iştirak edib Suraxanı rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar müəllim, bir də qeyd etdiyim Azərbaycan rəsmi heyəti, onların rəhbəri Ədalət müəllim. Mən istərdim şəhidimizin atası da bizlə eyni cərgədədir. Narıncan'a da istəsə bura buyura bilər, yəni Səbuhin anası olaraq. Çünki tədbir qollarındır. Mən istərdim sözü verin Vüqar müəllimə, sonra Ədalət müəllimə, sonra şəhid ailəmiz. Olmaları, hörmətli tədbir iştirakçıları, bugün biz iki qəhrəman şəhidimizi anırıq. Manafov Osman və Ordu Səbuhi. Burada uyan bütün şəhidlər kimi bizim Azərbaycan şəhidlərin hər biri bir tarix yazır, tarixçə yazır. Onların hərəsinin bir hekayəsi var. Və biz bugün həm Suraxanı ictimaiyyəti olaraq, ümumiyyətlə Azərbaycan xalqı olaraq hər birimiz qürurluyuq ki, istəyimizə nail olduq. Düzdür, bu nail olmaq üçün çox böyük çətinliklərdən keçmişik. Belə də asanlıqla bizə başa gəlməyib.
bax bu nər oğulların canları, qanları bahasına, burada iştirak edən qazilərimizin sağlamlığının bitirilməsi hesabına biz çox böyük çətinliklərdən keçərək nəhayət ki, öz istəyimizə, suverenliyimizə qovuşmuşuq, suverenliyimizi bərpa eləmişik, ərazi bütövlüyümüzü bərpa eləmişik. Əlbəttə ki, Ali Baş Komandanımızın, möhtərəm cənab prezidentimizin rəhbərliyi altında Müzəffər Azərbaycan ordusu silinməz bir tarix yazdı və hər bir Azərbaycan vətəndaşı da bununla qürur hissi keçirir. Burada bizim yetişməkdə olan nəslin nümayəndələri, məktəblilər burada iştirak edirlər. Hər tədbirdə, hər şəhid anımında, doğum günündə onlar öz fikirlərini, öz qəhrəmanları haqqında fikirlərini bildirirlər. Bu da yenə də qədirlən Azərbaycan xalqının öz şəhidinə, öz qəhrəmanına göstərdiyi, belə deyək, diqqətin, ehtiramın bir nümunəsidir. Və illər ötəcək, bu yetişməkdə olan nəsil, onlardan sonra gələcək nəsillərə də öz qəhrəmanlarını tanıdacaqlar və onların tarixi haqqında onlara danışacaqlar. Və bizlər də dünyamızı dəyişəcəyik, amma Səbuhilər, Osmanlılar, burada 1-ci Qarabağ müharibəsinin şəhidləri də uyuyurlar. Onlar heç vaxt unudulmayacaqlar. Mən Narıncana, sizə, Natiq ata, sizə və anamıza Allahdan səbir diləyirəm və təşəkkür edirəm ki, siz belə qəhrəman edib evladlar böyüdünüz. Bu yaxınlarda Səbuhinin atası da haqq dünyasına vahid kişi qovuşdu. Allah onun da ruhunu şad eləsin. Allah sizlərə səbir versin. Bugün Osmanın ailəsində onun bir yadigarı var. O hamımıza əmanətdir. Mən Natiq sizə və ailənizə, ümidin yoldaşınıza, bax o kiçik, balaca Natiqin xeyirli bəhərini görməyi arzu edirəm. Allah ruhlarını şad eləsin, Allah devlətimizi qorusun, xalqımızı, millətimizi qorusun. Bir daha Azərbaycanın səmasını qara buludlar örtməsin. Azərbaycan anaları şəhid verməklə gözyaşı tökməsinlər. Sevinç gözyaşları yaşasınlar. Allah bütün şəhidlərimizin, bax bu iki qəhrəmanımızın timsalında Azərbaycan şəhidlərinin ruhlarını şad eləsin. Sağ olun. Ədasan, buyur. Çox sağ olun. Mən də öz növbəmdə bütün şəhidlərə təbrik edirəm. Doğrudan da bugün hər birimizin mənə borcudur ki, belə qəhrəman oğulları anı günündə anmaq. Bütün kollektivin adından da mən Natiq müəllimə, onun ailəsinə baş sağlığını edirəm və çox sağ olun deyirəm ki, belə bir qəhrəman oğullar bizim üçün bəxş ediblər. Biz 30 illik işğaldan azad olmuş torpaqlarımızı bu qəhrəman oğulların sayəsində azad etmişik. Buna görə də şəhidlər hər birimizin qəlbində daim yaşayacaqlar. Allah bu şəhidlərimizə rəhmət eləsin. Ben isterdim ki burada hərbçilər var. Onlar Orucov Səbuhinin döyüş yoldaşları da onları biraz qabağa çəkər. Allah rəhmət eləsin. Bizim şəhidlərimiz həmişə bizim ürəyimdədir. Mən özüm müharibə iştirakçısıyam və çox sir yoldaşlar itirmişik. Biz həmişə yad edirik onları. Bizim bütün şəhidlərimizin həmişə ürəyimdədir. Allah rəhmət eləsin. Çox sağ olun. Mən əgər yenə də söz demək istəyən varsa, burada bizim bilirsiniz qəsəbə nümayəndəsi Elçin müəllimdir, çox gözəl tanıyırsınız. Nəsib müəllimdir. Nəsib müəllim Vahid kişi rəhmət edəndə mən o özdə bir polkovnikdir. Onun bütün fəaliyyətini qiymətləndirdim. Nəsibə xanım buradadır, şəhidlərlə cəmiyyət sədri. Yəni kim istəsə, yəni söz demək buyursun, haqqı var şəhidlərini eşitməyə. Bəzən bu çıxışlarımız burada iştirak edən gənclərimiz üçün də bir xeyirli bir məhsuldur və sonunda da
şəhid atası, mən istərdim şəhid anası da övladları ilə bağlı öz sözlərini desinlər. Bugün onların mən qeyd etmək istəyirəm ki, bizim şəhid Osmanın atası da 1-ci Qarabağ döyüşünün özü iştirakçıdır. Polis işçisi olaraq ən çətin bölgələrdə döyüşür. Qazi oğlu şəhid olsun. Biz şəhid Osman atasının Manapovun xidmət yoldaşı olmuşuq, eyni vaxtda döyüş yoldaşı olmuşuq. Manapov Daxili İşlər Nazirliyi əməkdaşı olaraq Milli Ordunun yeni təşkil olunan dönəmində, tam möhkəmlənmədiyi dönəmdə polis garnizonu tərəfindən polis dəstələri döyüşürdü və həmin döyüşən dəstələrin tərkibində Ağdam, Füzuli, Tərtər bölgələrində döyüşlərdə fəal iştirak etmişdir. Biz onun şahidik, döyüş yoldaşıyıq və bizim də ağlımıza gəlməzdir ki, belə veteran zabiti gələcəkdə oğlu da şəhid olar. Yəni daha bir azdır, vətən uğrunda öz canını fəda edər. Və biz bugünkü gündə onun xidmət yoldaşları adından, Nərmanov Polis İdarəsinin köhnə veteranları adından şəhidlərin qarşısında baş əyirik və onların yaxınlarına Allah'tan səbir diləyirik, onlara da rəhmət diləyirik. Allah cəmi şəhidlərə rəhmət eləsin. Nəinki 1-ci Qarabağ müharibəsində, eyni zamanda 2-ci Qarabağ müharibəsində, 44 günlük müharibədə şəhid olanlara. Allah rəhmət eləsin. Çox sağ olun, var olun. Nəsbə xan, qısa da olsa biz eşitmək istəyirik. Hörmətli tədbir iştirakçıları, biz bugün iki şəhidimizin ruhunun işığına toplaşmışıq. Burada hörmətli Vüqar müəllim, Elmar müəllim bütün mövzulara toxundu. Mən sadəcə olaraq deyirəm ki, nə yaxşı ki, bu xalqın dəstəyi var. Nə yaxşı ki, bu xalq eldən gedən oğulların bugün evlə baş-başa, belə önəmli günlərdə evlə baş-başa qoymurlar. Hər zaman şəhid ailələrinin yanındadır. Şəhidlərimiz barədə biz nə desək də kölgədə qalacaq. Çünki onlar öz əməlləri ilə o qədər möhtəşəm sözdüdülər. Tariximizə elə bir möhür vurdular ki, kim nə deyir desin, yenə də kölgədə qalacaq. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah şəhid sevən xalqımızı, şəhidinə dəyər verən xalqımızı qorusun. Var olasınız hər biriniz. Yenə deyirəm, bir şəhid ailəsi kimi mən hər zaman belə xiyabanlarda bu insanların axışını görəndə şəhidlərimizlə də, özümüzlə də fəxr edirəm. Mən xalq sevənəm, amma vətən müharibəsindən sonra ki, vətən müharibəsi başlayan gündən mən bu xalqla fəxr edirəm, qürur duyuram. Allah hər birimizi qorusun. Şəhidlərimizin ruhu şad olsun. Çox sağ olun, Nəsbə xanım. Bizim de sonda şəhid anasına, Osmanın atasına və Sabrina anasına söz vermək istəyirik. Ondan da biz ziyarətimizi başlayalım. Sağlığı arzu edirəm ki, bizim bugünkü gündə bizinlə bir yerdə oluruz. Allah hər birimizə can sağlığı versin. Təşəkkür edirəm. Bütün bizim buralarımızı yapan kitap filan hər bir kəs gələn ayaqlarımız var olsun. Mən də öz adımdan, aləm adımdan minnətdarlıq edirəm hər birinizə. Hər birinin əziyyət çəkdikləri bir şey. Allah var edəsin. Allah cəmi şəhidlərimizə rəhmət edəsin. Yerlərin ruhlarında olsun. Şəhidlərimiz döyüşdü, vuruşdu. Yerin altına getdi ki, bu cavanlarımız gözəl yaşasınlar. Həm də malğa çıxsınlar. Bir daha minnətdarım hər birinizə. Bizim üçün çox çətin danışmaq. Çünki sizlər var ki, sizlər yaşadısınız bizləri. Çox sağ olun. Sağ olun. Sağ olun. Mən Vüqar təklif edirəm ki, bizim burada hərbiçilərimiz də var. Ziyarət səliqəli şəkildə alınsın deyə çəkiliş gedir. Hər iki şəhidi ziyarət edəcək, amma burada hər zaman hərbiçilər olmur. Burada 1-ci Qarabağ şəhidləri də var. İtkinlərimiz də var. Siz gülləri çalışın hər birinə qoyub. İndi rəhbər heyət gedəcək, elə onların davamıyla gedir. Yaxşı, şəhidlərimizin valideynləri və rəhbər heyət.